Bakıya qar yağacaq. 3 gün hava pis keçəcək. Xəbərdarlıq edildi. Fevralın 4-dən 7-sinə qədər Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, ayın 4-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənir. Report xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, sabah gün ərzində və fevralın 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimal olunur. Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzə qədər hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənir. Fevralın 4-dən 7-sinə qədər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı inəcək.